izləyicilər. Bugün sizə pomidorun elə faydalarından danışacağam ki, hansı ki siz onları heç bir yerdə eşitməmisiniz və görməmisiniz. Elə isə videoya sona qədər baxın və bu faydalardan siz də xəbərdar olun. Pomidor təkcə dadlı bir tərəvəz deyil, o həm də sağlamlıq üçün əvəzsiz bir qida mənbəyidir. Pomidorun tərkibində olan vitaminlər, antioksidantları orqanizmi gücləndirir, sağlamlıq problemlərinin qarşısını almağa kömək edir. Eyni zamanda pomidor ürək üçün faydalıdır, pomidor gözlər üçün faydalıdır və dəri sağlamlığı baxımından vacib təsirə malikdir. Ancaq hər tərəvəz kimi pomidorun da zərərləri mövcuddur. Ona görə də bu videoda sizə həm pomidorun faydalarından, eyni zamanda likopen faydalarından, hamiləlik dövründə pomidorun təsirindən, həmçinin pomidor yeməkdə zərərləri haqqında ətraflı danışacağıq. Əgər sağlamlığınızı qorumaq, sağlam qidalanma vərdişləri əldə etmək və təbii üsullarla gözəlliyinizi artırmaq istərsinizsə, pomidorun sağlamlıq təsirləri ilə tanış olun. Pomidor sağlamlıq üçün vacib olan bir çox vitaminlə zəngin bir tərəvəzdir. Pomidorun tərkibində olan vitaminlər orqanizmin müxtəlif funksiyalarını dəstəkləyir, həm daxili, həm də xarici sağlamlığı qorumağa təsir göstərir. Onun tərkibindəki C, K, A, E və B qrupu vitaminləri immunitetdən tutmuş dəri və göz sağlamlığına qədər bir çox sahədə faydalıdır. Bu vitaminlər pomidoru sağlam qidalanma planlarınızın ayrılmaz hissəsinə çevirir. Pomidorun tərkibində C vitamini yüksək miqdardadır. Bu, immunitet sistemini dəstəkləyir. Pomidorun tərkibindəki vitaminlər, xüsusilə C vitamini, bədənin sərbəst radikallardan qorunmasına kömək edir. Bu vitamin həmçinin dəmirin bədən tərəfindən mənimsənilməsini artırır və iltihabı azaldır. Pomidorun tərkibində K vitamini ilə zəngindir və bu vitamin qan laxtalanmasını tənzimləyir. Pomidorun vitaminləri sümüklərin sağlamlığını dəstəkləmək üçün vacibdir. K vitamini həmçinin bədəndə kalsium balansını qorumağa kömək edir. Pomidorun tərkibində çox yüksək miqdarda A vitamini vardır və bu da göz sağlamlığı üçün faydalıdır. Pomidor gözlər üçün çox faydalıdır, çünki retina funksiyasını yaxşılaşdırır və görmə qabiliyyətini qoruyur. Həmçinin A vitamini dəri hüceyrələrinin yenilənməsində mühüm rol oynayır və o gecə görməsini, hansı ki toyuq korluğu adlanır, ona qarşı çox faydalıdır. Pomidorun tərkibində E vitamini vardır. Belə ki, o dərinin elastikliyini artırır və qocalma əlamətlərini azaldır. Pomidor B qrupu vitaminləri ilə, xüsusilə B1, B3 və B6 ilə zəngindir. Pomidorun tərkibindəki vitaminlər enerji istehsalını artırır və sinir sisteminin funksiyalarını dəstəkləyir. B vitaminləri həm də maddələr mübadiləsini yaxşılaşdırır və zehni fəaliyyəti gücləndirir. Pomidor sağlam həyat tərzinin ayrılmaz hissəsi olan təbii və qidalandırıcı bir məhsuldur. Pomidorun faydaları onun zəngin qida tərkibi və sağlamlığa verdiyi müsbət təsirləri ilə bir çox insanın gündəlik rasionunun əsas hissəsinə çevrilir. Konkret olaraq pomidor dəri sağlamlığı üçün faydalıdır, gözlər üçün faydalıdır, immunitet sisteminə təsir edir, xərçəng riskini azaldır, həzm sisteminə faydalıdır, arıqlama prosesinə təsir edir, orqanizmi toksinlərdən təmizləyir. Hamiləlikdə pomidorun rolu qan şəkərini tənzimləməyə kömək edir, bədənin su ehtiyacını ödəməyə kömək edir, sümük sağlamlığını gücləndirir, ürək-damar sağlamlığına yüksək təsir göstərir. Pomidor xərçəng riskini azaltmağa kömək edir. Belə ki, pomidor xərçəngin qarşısını alan qidalar sırasında önəmli bir yer tutur. Pomidorun faydaları onun tərkibindəki likopen maddəsi ilə xərçəng hüceyrələrinin inkişafını əngəllənməsindən başlayır. Pomidorun antioksidantları sərbəst radikalları neytrallaşdıraraq bədəni xərçəngdən qoruyur. Xüsusilə prostat, ağciyər və mədə xərçənginin riskini azaltmağa kömək edir. Təbiətin bizə bəxş etdiyi hər bir bitki kimi, hər bir bitkinin zərərləri olduğu kimi pomidorun da zərərləri vardır. Belə ki, pomidor faydaları ilə bəzi hallarda müəyyən sağlamlıq problemlərinə səbəb ola bilər. Pomidorun zərərləri əsasən düzgün istifadə edilmədikdə və ya həddindən artıq istehlak olunduqda ortaya çıxır. Onun tərkibindəki yüksək turşuluq və bəzi komponentlər müəyyən xəstəliklərdən əziyyət çəkən insanlar üçün problemlər yarada bilər. Xüsusilə də mədə yarası və qastritdən əziyyət çəkənlər üçün. Böyrək daşları riski olanlar üçün pomidor dietik məhsul seçimi həkim nəzarətində olmalıdır. Pomidor həm də allergik reaksiya verə bilər. Bunun üçün istehlak edərkən ehtiyatlı olmaq lazımdır. Video sizə faydalı oldusa kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Sağlam qalın.